ki aparandırı sat geçsin. Neyinirsən o maşını? Sat parayla qoy işlərimizi görək də ha. Az başımı nə xarab eləyirsən? Heç sənin nəslində elə bir kişi yoxdur, ma ağıl versin. Baş düşsün senin başına, özün de kişi hesap eləyirik. Xəstə Qasım, mənim başım az xarab elə, mənim yönlü beynim yoxdur. Nə tər durdur eləyib mənim başımı xarab eləyir? Qapını döyün kimdir? Ay qonşu nədir? Ay qonşu, bir-birinizi niyə qırırsınız? Ay sizin dərdinizin dərmanı məndədir. Sən çörək. Valla. Gəl içəri görüm Gəlim, ay qonşu. Bəhruz gəldi. Ay qonşu, deyə görüm nə olub da. Ay qonşu, valla sən bilirsən ki, bu təzə binaların divar ara kəsmələri nazik olur, səs ötürür. Bilirəm, istəkan səsi qulağımı deşdi. Yəni ona görə də mən bir sənətər oldu, qulaq şahidi oldum da sizin bu davanıza. Bildim. Əşdə hamının evində söz-söhbət oradan. Denən görüm nəyə gəlmisən? Ay qonşu, sən bilmirsən ki, mən avtokreditdə işləyirəm. Eləmi? Avtokredit nədir? Avtokredit odur ki, ili 90-cı ildən yuxarı hər növ avtomobili 20 dəqiqə kreditdə salıb pul götürürsən. Ən əsas da nədir? Maşın qalır özündə, nömrə dəyişmir. Pulu bu ay götürəsən, gələn aydan da xırda-xırda ödəyəsən. Sən bunu mənə yaxşılıq olaraq eləyirsən, yoxsa hamıya eləyirsən? Valla yaxşılıq olaraq hamıya eləyirəm. Eləmi? Vallahi. Onda mən gedirəm bazara bir yarım kilo ət alacağam. Sən nömrəni mənə denə, mən sənin nömrəni yazım. Ha, bizim ofis bilirsən neçə ildir fəaliyyət göstərir. Gəl onda bizim ofisin nömrəsini verim, avtokreditin nömrəsini yaz. Denən. 050 723 3607. Allah kömək. Dur gedək, dur gedək məndən ət alaq gələ. Yaxşı ət istəmirsən, laçınını de qəssafdır. Gedə sabir ət kəsdir.